Türkiyəyə qarşı oynanılan növbəti qlobal oyun Türk dövlət ağlı İmamoğlu ilə bağlı niyə indi hərəkətə keçdi? İstanbulda etirazçılar CHP'nin nəzarətindən çıxır, qlobalçı şəbəkə İmamoğlu kartından istifadə etməyə başlayır. Erdoğan CHP'nin üzləşdiyi fəlakətli durumdan maksimum yararlanacaq. Namiq Bilal qeyd edir ki, İstanbul meri Əkrəm İmamoğlu həbs edildi. Cumhuriyyət Xalq Partiyası da bu həbsə etirazlarla cavab verdi. Kənardan belə görünür, pərdə arxasında isə böyük kürəsəl oyun oynanılır, anlamağa çalışaq. Dinc məcrada davam edən kütləvi etiraz aksiyaları demokratiyanın tərkib hissəsidir. CHP kimi köklü partiyanın meydanlara yüz minlərlə və hətta milyonlarla çıxarmaq potensialı əlbəttə ki var. Belə etirazlar dəfələrlə təkrarlanıb, aksiyalarda dinç şəkildə tamamlanıb. Lakin indi aksiya addım-addım sərtləşməyə doğru gedir. Hadisələrin ilk günlərində baş verənlər qlobal mərkəzlərin hazırladığı və müxtəlif ölkələrdə həyata keçirdiyi ləngli inqilabları xatırladır. Belə inqilablar eyni cinsli əkizlər kimi bir-birinə çox bənzəyir. Aksiya öncə dinç şəkildə başlanır, sonra bir mərkəzdən idarə edilən mütəşəkkil qruplar seçilmiş şüarlar səsləndirilir. Paralel olaraq əvvəlcədən təlimat almış minlərlə mənzildə gecə saatlarında işıqlar sanki bir əlin işarəsi ilə nizamlı qaydada yandırılıb söndürülür. Ardından balkonlarda boş qazanları döyməyə başlayırlar. Növbəti günlərdə meydana kaskalı gənclər gəlir. Şiddəti artırma siqnalları verildikdə isə meydanlara üzü maskalı insanlar çıxır və polisə fiziki təzyiq göstərməyə, daş yandırıcı maddələr və metal parçaları atmağa başlayırlar. İstanbulda da polisə qarşı şiddətə cəhd edildi və bu proses hələ də davam edir. İstanbuldakı etirazların Avropadakı qlobalçı mərkəzlərdən idarə olunduğunu anladan başqa əməllərə də baxmaq olar və qlobalçıların nəzarətindəki media qurumları, demokratiya boğulur, Erdoğan öz rəqibinə həbsə atdı və sair kimi materiallar yayır. İmamoğlu'nun tutulduğu korrupsiya ittihamı ilə bağlı isə bir cümlə də belə işlədilmir. Digər tərəfdən həm CHP sədri Özəlin, həm də İmamoğlu'nun önündə qlobalçı media qurumlarının qapıları taybatay açılıb. Həmin qapılar əks tərəfdən üzünə bağlıdır. Əslində CHP rəhbərlərinin özləri də hansı beynəlxalq strukturlara bağlı olduqlarını gizlətmirlər. CHP sədri CNN kanalına danışaraq İngiltərənin onları unutduğundan şikayət edir. İmamoğlu isə The New York Times-a yazdığı məqalədə nə az nə çox küresel gücləri demokratiyanı və ədaləti bərpa etmək üçün Türkiyəyə müdaxilə etməyə çağırır. Əkrəm İmamoğlu qlobalçı şəbəkənin adamıdır. Onların dəyərinə söykənir. LGBT-ni dəstəkləyir. Kürt separatizminə qarşı çıxa bilmir. PKK-ya terror təşkilatı deyə bilmir. Haqqında terrorla bağlı məhkəmə qərarı olan Səlahəddin Dəmirtaşa azadlıq şüarı səsləndirir. Qlobalçı şəbəkə də İmamoğlu kartından maksimum yararlanmağa çalışır. Belə ki, CHP-nin İmamoğlu'na azadlıq aksiyaları sərtləşir. Türkiyəni çalxalamaq cəhdləri olunur. CHP-nin aksiyalarında bir məqama xüsusi diqqət yetirmək önəmlidir. İnsanları meydanlara CHP çağırdı. Deməli, məsuliyyət də bu partiyanın üzərinə düşür. Dinc etirazların ciddi toqquşmalara dönüşəcəyi halda partiya rəhbərliyinin hüquqi məsuliyyətdən yaxa qurtara bilməyəcəyi ortalıqdadır. Bu səbəbdən partiya sədri Özgür Özel aksiyaları dinc müstəvidə saxlamaqda maraqlıdır, amma tədricən hadisələr nəzarətdən çıxır. Aksiyaçılar Özel'in evlərinizə gedin tələbini qulaq ardına vurur, onun özünü qətiyyətsizlikdə ittiham edirlər. Polisə daş, dəmir parçalara atan maskalılar da heç şübhəsiz meydançalara CHP vasitəsilə gəlməyiblər. Meydan nəzarətdən çıxarsa sonucular CHP üçün ağır olacaq. Toqquşma əmri olacaqsa bu əmr CHP'dən deyil, qlobalçılardan gələcək. Dünyanın qarışdığı belə həssas bir məqamda Türkiyəni daha dərindən silkələmək üçün qlobalçı düşərkən İmamoğlu'nu da CHP'ni də qurban vermək
verməkdən çəkinməz. Bütün dünyadakı İmamoğlular dəstəkləyən və maliyyələşdirən Amerika İnkişaf Agentliyi artıq yoxdur. Qlobalçıların ən böyük düşməni isə Trumpdır. Birləşmiş Ştatlar prezidenti açıq şəkildə qlobalçı demokratları bitirəcəyini söyləyib və addım-addım təkcə Birləşmiş Ştatlarda deyil, bütün dünyada qlobalçı şəbəkənin üzərinə gedir. Türkiyəni də qlobalçılar qarışdırırsa, Trump əks cəhdə olmalıdır. Təsadüfi deyil ki, Trump İmamoğlu məsələsi Türkiyənin daxili işləridir. Dövlət katibi Rubio isə İstanbul meri korrupsiya ittihamı ilə tutulub. O siyasətdən özünü müdafiə üçün yararlanırdı. Türkiyənin qarışmasını istəmirik deyə bəyanatlar verdi. Rəcəb Tayyib Ərdoğan Türkiyə dövlətinə və şəxsən özünə qarşı yönələn bütün baskıları öz lehinə çevirməyi bacarır. Daxildəki əsas rəqibi də CHP-dir. İndi bu partiya korrupsiya araşdırmalarının və partiya daxili çəkişmələrin içində boğulur. Üstəlik özünün başlatdığı kütləvi aksiyadan CHP-nin qazancla yaxud zərərlə çıxacağı da məlum deyil. Bu partiya aksiyaları sonlandırma qərarı verərsə, alovlandırıldığı tərəfdaşlarının qətiyyətsizliyi ittihamı ilə davam edəcəksə, toqquşmalar və hüquqi məsuliyyət təhlükəsi ilə üz-üzə qalacaq və şübhə etməyin ki, Ərdoğan CHP-nin üzləşdiyi fəlakətli durumdan maksimum yararlanacaq. Böyük siyasətdə kimsənin gözünün yaşına baxılmır deyə Aspolitika saytında Namiq Bilalın qələmindən çıxanlar idi. Bəli, hələ də belə deyək də bu etirazlar səngimək bilmir. İmamoğlunun və digərlərin azad olunması üçün çağırışlar edilir. Amma dediyimiz kimi, yəni İstanbul meri korrupsiyada ittiham olunur. Bu məqama isə ümumiyyətlə baxılmır və heç də önə atılmır etiraz aksiyasında iştirak eləyənlər tərəfindən. Amma Rəcəb Tayyib Ərdoğan kifayət qədər ciddi və ağıllı siyasətçidir, ağıllı liderdir. O, Türkiyəni təbii ki, belə etirazlar dalğasında boğulmasına şərait yaratmayacaq. Bu yaxınlarda sosial şəbəkələrdə bir video qarşıma çıxdı. Türkiyə televiziyası belə bir sorğu götürmüşdü ki, Türkiyədə deyirlər ki, yaşayış səviyyəsi çox-çox aşağıdır. İnsanlar acılıqdan əziyyət çəkirlər. Yəni, iqtisadiyyat bərbaddır. Yəni, insanların həyat tərzi çox pisdir və buna etiraz eləyirlər deyə orada Türkiyə vətəndaşların fikri söylənilirdi və bir qadına yaxınlaşdılar. Qadın əslində o qədər gözəl ifadə etdi ki, fikrini 2 cümlə dedi. Amma çox gözəl ifadə etdi. Və elə bir yerdə götürülürdü ki, sorğu həmin yerində, sağı da, solu da bütün restoranlardan ibarət idi. Qadın dedi, baxın, hamı acından ölür, Türkiyədə, yəni böyük kəsimdə və müxbir də bu sualı verir ki, bəli, deyirlər ki, Türkiyədə həyat səviyyəsi çox aşağıdır, insanlar dolana bilmirlər. Qadın dedi, baxın, ağzına qədər dolub daşır restoranlar, dolana bilməyən, acından ölən xalq restoranda oturmur da, bir millət olaraq da təbii ki. Çünki restoranda deyil, hər şey üçün para ödəmək lazımdır və bu paralar da o qədər az deyil. Yəni, belə bir ümumiyyətlə, Türkiyə televiziyalarının özü də həm müxalifəti dəstəkləyən xüsusi televiziyalar var ki, bu yöndə fəaliyyət göstərir, həm də iqtidarı dəstəkləyən. Amma həmin qadının sözündə həqiqətən də haqq var idi. Bəzən insanlar haya-küyə düşürlər və bilmirlər əslində niyə çağırış eləyirlər, nə üçün çağırış eləyirlər. Amma qoşulurlar o çağırışa. İndi məsələn deyək, İmamoğlu məsələsində. İmamoğlu erməniləri dəstəkləyən bir partiya sədri idi. Yəni, ermənipərəst bir partiya sədri idi də və eyni zamanda PKK-nı dəstəkləyən, bir terroru dəstəkləyən partiya sədri sabah əgər Cumhurbaşqanı olarsa, dövlət başına gələrsə, o zaman bu dövlətdə, yəni terrorçuluqla mübarizə davam eləyə bilərmi ki, bugünə qədər bunu sürdürür Rəcəb Tayyib Ərdoğan? Yox, terrorçuluğu dəstəkləyən biri yəqin ki, o ilə mübarizə aparmaqda da maraqlı olmayacaq. Hər halda, təbii ki, bu Türkiyənin daxili işidir, amma bəzən, necə deyərlər, o
tərəfini tutduğunuz insanın mənfilərini də dilə gətirməniz vacib şərtdir. Hər halda Türkiyənin belə sakit qalmasında maraqlı olmayan tərəflər var, maraqlı olmayan ölkələr var, Türkiyəni içindən qarışdırmaq istəyənlər var və Türkiyədə terror hadisələri də baş verir və bu terror nəticəsində bir neçə nəfərin dünyasını dəyişdiyi məqamlar da olur ki, bununla bağlı məlumatları da zaman-zaman sizin diqqətinizə çatdırmışıq. Allah yəni bizim qardaş dövləti qorusun.